Ailə Həkimi İnstitutu qət təbabətinin çox vacib struktur hissəsidir. Yəni əslində o ilkin olaraq nəzarətdə saxladığı şəxslərin bütün xəstəlik tarixçəsini, anamnezini bilən həkimlərdir və istənilən situasiyada onları lazımi istiqamətə yönəltmək, bəzi mühüm və ilkin deyək ki, tədbirləri görmək, həm həkimə qədərki və həm ilkin həkim yardımının hansı ki lazım olanda bunlar həkim yardımının, ixtisaslı həkim yardımının özü qədər vacibdir. Bir institutdur. Yəni o baxımdan da bizdə Sovet dövründə buna analoji olaraq sahə həkimi institutu yaradılmışdı. Lakin Sovetlər dağılandan sonra bu sahə həkimləri də demək olar ki, dağıldılar. Əslində bu bölməni saxlamaq, onu yavaş-yavaş transformasiya etmək məqsədə uyğun olardı. Amma tibbə rəhbərlik edən nazirlərin səriştəsizliyindən təəssüflər olsun ki, biz bu kadrları itirdik. Hal-hazırda Tibb Universitetində ailə həkimlərinin hazırlanması üçün çox ciddi işlər gedir. Bu mütəxəssislər tezliklə hazırlanıb respublika üzrə, yəni yayılacaqlar. Amma bir məsələ var ki, hələ buna zaman lazımdır. Ona görə də baxın, hələlik bu sahədə boşluq olduğundan insanlar bəzən həm həkim seçimində, həm icbari tibbi sığorta zərfi üzrə tibbi yardım almaq məsələsində, seçimlərdə xeyli çətinlik çəkirlər. Ona görə də hesab edirəm ki, Ailə İnstitutu, əgər biz qət təbabətinin standartlarına keçirikdə, o da onun bir tərkib hissəsi kimi Azərbaycanda mövcud olmalıdır.